Motorda neçə saata qutararıq bu gün? Səncə? 3 saata, 4 saata qutararıq. 4 saata qutarsa bəs. Sən 6-cı hissin güclüdür. Sən stand-upları bir dəfə mə eləyəcəm bugün. Bax, sənə deyirəm, bir dəfə mə eləyəcəm bütün stand-upları. Bir də eləyəcəm. Bir də. İndirib düşürmək olduğu üçün elə dayanacaq. Bu dəfə sizə Bakı kəndlərindən olan Görədilin adını daşıyan dayanacaqdan xəbər verəcəyik. Əvvəlcə qeyd edim ki, Görədil dağ aşırımında yerləşən məkan deməkdir. Elə bu məkana 1971-ci ildən qatar gəlir. 7 onda gedən qatar ayrılıq içindən keçib hər gün. 2020-ci ildə təmir işləri yekunlaşan Görədil dayanacağında yeraltı keçidlər, liftlər, turniket keçid məntəqələri və yeni platformalar istifadəyə verildi. Özüm Fatmayi bağlarında qalıram. Demək olar ki, Görədildən biraz məsafəsi olsa da, hər gün işə gedəndə də, qaydanda da Görədil dayanacağından Azərbaycan Dəmir Yolları xidmətindən istifadə edirəm. Çox məmnunam, çox olduqca. İstər servis, istər mədəniyyət, istər təmizlik səviyyəsi, heç də xaricilərdən biz geri qalmırıq. Bu da çox sevindirici bir haldır. Mütəmadi sorğularda iştirak edirəm. Görürəm, sonraki reaksiyadan görürəm ki, bizim fikirlərimiz eşidilir. Monitoring aparılır. Bu da çox sevindirici bir haldır. Köhnə vaxtlar mən özüm Görülü sakiniyəm. Həm Bakıda, həm Görülü kəndində yaşamışam. Qabaqlar stansiya bu kənddən bir qədər aralı idi. Yəni gedib gəlmək bunlar hamısı fərqlidir. İndi yaxınlaşıb demək olar əsas yola. Uzun müddət istismara görə Görədil dayanacağında yenidən qurmaya ehtiyac yaranır. Görədil, Novxanı, Sumqayıt xətti boyunca dayanacaq və stansiyalar yenidən qurulur. Yenidən qurulan Görədil dayanacağının ümumi sahəsi 6300 kvadrat metrdir. Görədilin əsas funksiyası sərnişinləri mindirib düşürmək olduğu üçün bura dayanacaq statusu daşıyır. Eyni Novxanı dayanacağında olduğu kimi, Novxanı və Görədilin daha bir ortaq yönü dəniz sahilində yerləşdikləri üçün bu iki stansiya yay aylarında daha çox sərnişin qəbul edir. Görədil dayanacağından sizə çatdıracaqlarımız bundan ibarət idi. Növbəti dəfə növbəti dəmir yol dayanacağında görüşmək ümidi ilə. Hələlik. Gülə yaza firavan, əziz sevgimizi də Gülə yaza firavan, bizim ana vətəndə Gülə yaza firavan, əziz sevgimizi də Gülə yaza firavan